Bu görüntülərdən sonra aynanın fəaliyyətində müəyyən dəyişikliklərin olacağını gözləyirdik. Hindistanda təcili yardım maşını çuxura düşür, içində öldüyü deyilən qadın yenidən həyata qayıdır. Təbii ki, bu bir zarafatdır. Söhbət Bakıda çəkilən sürpriz dolu xəttlərdən gedir. Sürücülərin bəziləri çaşbaş qalır, bəziləri zərbələnir, bəziləri isə Allahın ümidinə bu imtahandan uzaq çıxır. Gəlin bu iki görüntülərə baxaq. Xətlənməyə baxın bir dənə. Hərəkətə başladım və sağ zolağımda heç bir işarə də yoxdur ki, mən bilim ki, bura gəlib çatanda, bu iki zolaq səndəmə anca sağa dönürmüş. Və daimi olaraq da yol patrul əməkdaşları da burada xidmət göstərir. Və sağda dayanan avtomobillər məcburi olaraq sağa dönməlidirlər. Yəni nə qədər burada tələbat var sağa dönməyə ki, burada iki zolaq ancaq sağa ayrılıb. Halbuki düz də hərəkət eləyə bilərik və buranı da artıq bir zolaq eləyiblər. Bu yol ayrıcına ilk dəfə gələn sürücünün buradan cəriməsiz keçməsi biraz çətin məsələdir. Bu 1-11 xəttindən daxil olduqdan sonra bu 1-11 xəttindən kəsişməni tərk etməyin. Çünki burada bütöv xətt bizim tərəfdədir. Siz burada kəsişməni tərk edərkən bütöv xətti kəsmiş olursunuz. Kəsişmənin içində sağa doğru hərəkət edib bu 1-11 xəttindən kəsişməni tərk etmək lazımdır. Bəli, Bakı Nəqliyyat Agentliyi adında bir qurum vardı. Ən çox parklanma məsələlərinə görə gündəmə gəlirdi. Sürücülərin ən çox narazı qaldığı məsələ bu idi ki, maşın saxlamağa yeri yoxdur. Günün birində Bakı Nəqliyyat Agentliyi ləğv olundu, yerinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi fəaliyyətə başladı. Ekspertlər deyir ki, belə xətlənmələr olarkən əvvəlcə ictimaiyyət, sürücülər məlumatlandırılmalıdır. Daha sonra isə tətbiq olunmalıdır. Birdən-birə belə xəttlərin çəkilməsi bir çox sürücüləri çaşbaş salır. Siz necə fikirləşirsiniz? Bu çəkilən xəttlər hərəkətin tənzimlənməsinə kömək eləyir, yoxsa sürücülərin işini çətinləşdirir? Fikirlərinizi bildirməyi və səhifəni bəyənməyi unutmayın.